düşünürəm ki, bugün bizim qarşımızda duran ən önəmli məsələlərdən biri də düzgün qidalanmadır və qida təhlükəsizliyi ilə bağlı məsələlərdir. Ümumiyyətlə, yəni biz hamımız bilirik ki, insan həm maddiyyatdan, həm də mənəviyyatdan ibarətdir. Biz maddi ehtiyaclarımızı ödəyirik, eyni zamanda mənəvi ehtiyaclarımızı da ödəməliyik. Və bugün siz özünüz də müşahidə edirsiniz ki, dünyada qida ilə bağlı çox geniş müzakirələr gedir. Mən çalışacağım bir neçə özümün fikrini sizlə bölüşüm və müşahidələrin barədə fikirlərimi bildirim. Bugün sizin də əksəriyyətiniz yaxşı bilirsiniz ki, düzgün qidalanma çox önəmlidir. Söylədəyi məsələ xanım qeyd etdi, bu gənclərlə bağlı biz bunu tez-tez görürük. Yəni gənclərin düzgün qidalanması, son vaxtlar daha çox fast food'a meyil etmələri, yəni tez bir zamanda pişən, hazırlanan yeməklərə meyil etmələri, dönər və ya digər yeməklər var ki, bunlara geniş meyil göstərmələri. Təbii ki, bunlar eyni zamanda düşünürəm ki, gənclərimizin diqqət verməli olduğu məsələdir. Biz bir neçə gün bundan əvvəl məsəlxanla bir tədbirdə də bir yerdəydik, gənclərə müəyyən tövsiyələr verilirdi. Yəni, bugünün gəncləri gələcəyin idarəçiləridir. Yəni, bizim həmişə dediyimiz bir məsələ oldu ki, bu gənclər bizim gələcəyimizdir. Onların sağlam olması olduqca önəmlidir və sağlam qidadan istifadə etmələri olduqca önəmlidir. Və düşünürəm, burada ən önəmli məsələlərdən biri ciddi maarifləndirmənin aparılmasıdır. Bilirsiniz, indi bugün mən düşünürəm, hər birimiz özümüzə bu sualı verməliyik ki, biz nə qədər sağlam qidalana bilirik. Ümumiyyətlə, sağlam qida bizim həyatımızda nə qədər önəmə malikdir. Mənim gördüyüm odur ki, biz buna əksər hallarda əməl etmirik. Azərbaycanda elə bir insan yoxdur ki, onun qaraciyərində piyələnmə olmasın. Ümumiyyətlə, yağla bağlı yeməklərdir. Ümumiyyətlə, əksəriyyətin qazlı içkilərə çox meyil göstərməsi tendensiyası narahat edici bir məsələdir. Yeməklərin saxlanması ilə bağlı və digər məsələlər, misal üçün, bu məni ciddi narahat edir ki, biz arda-arda neçə dəfəli saytlarda bu məlumatı görürük ki, hansısa restoranda insanlar zəhərləndirir, şadlıq evlərində və ya qidadan hansısa bir problem yaratır. Ona görə bu cür maarifləndirmə tədbirləri, bu cür məsələlər olduqca önəmlidir və